Yazıram yurdumdan məni qınama, İntizar dərd oldu atama. Dilim necə desin yaram qanama, bu elin həsrəti necə gözəldir. Yazıram yurdumdan məni qınama, İntizar dərd oldu. Salam əziz Amasya TV izləyiciləri. Bugünkü çəkilişimiz Azərbaycanın dəmir filiz yataqları ilə zəngin olan gözəl Daşkəsən rayonundandır. Bu dəfəki çəkilişimiz Amasya rayonunun Qaraçanta kəndindən olan uzun illər həkim kimi fəaliyyət göstərmiş Əjdər Xıdırov haqqında olacaqdır. Əjdər həkimin həyat yolu, fəaliyyəti, Qaraçanta kəndi ilə bağlı xatirələri və keçmişdən bu günə qədər yaşadığı maraqlı hadisələr barədə söhbət edəcəyik. İndi isə gəlin Əjdər həkim ilə birlikdə keçmişə bir nəzər salaq, onun həyat və fəaliyyət yolunu öz dilindən dinləyək. Amasya TV-ni izləməyə davam edin. Xoş dinləmələr. Salam əziz tamaşaçılar, Amasya TV-nin izləyiciləri. Növbəti buraxılışımız Qərbi Azərbaycanın qədim və tarixi yurtlarından biri olan Amasya rayonunun Qaraçanta kəndindən çıxmış, ömrünün böyük hissəsini insanlara xidmətə həsr etmiş dəyərli ziyalımız Xıdırov Əjdər müəllimin evindəyik. Əjdər müəllimin 80 ildən artıq ömür yolu həkimlik fəaliyyəti, doğma Qaraçanta ilə bağlı xatirələri və Amasya illəri bizim üçün qiymətlidir. Bugün onunla keçmişə qayıdacaq. Uşaqlıq və gənclik illərindən həkim fəaliyyətindən, doğma yurda olan bağlılığından və həyat təcrübəsindən danışacaq. Əjdər müəllim, Amasya TV-yə sizi görmək bizim üçün çox böyük bir xoş hissdir. Zəhmət olmasa Amasya'ya bağlı xatirələrinizi, anadan olduğunuz illərdən danışasınız. 1942-ci ildə Amasya rayonunun Qaraçanta kəndində anadan olmuşam. Və təhsildə həmin kətdə almışam. Yox, 7-ci sınıfa qədər. Sonra isə Amasya'da qurtarmışam. 10-cu sınıfı. 10-cu sınıfı Amasya'da qurtarmışam. 1942-ci ildə Qaraçanta kəndində anadan olmuşam. Orada da təhsil almışam. Məktəb qurtarmışam. 7-ci sınıfı. Sonra isə rayonda oxumuşuq. 10-cu sınıfı rayonda qurtarmışam. 11-ci sınıfa kimi Amasya'nın... 11 yox idi, o da 10 idi. 10 sınıfı idi. 10 sınıfa kim oxuyur, ondan sonra da Dada adı nədir? Yerevanda, Texnikumda, Kəndtəsərrüfat Texnikumunda oxumuşam. Kəndtəsərrüfat Texnikumu qurtardıqdan sonra 62-ci ildə evlənmişik dadını almasına. Aydın almasına evlənmişik. Sonra əsgərlikdən gələndən sonra 63-cü ilin sonra da Texnikumunu noyabr yox. Avqust ayında əskəri yaparlar. Gətirirlər Dada Bakıya. Bakıda qulluq alamışam. Salyan qatarmasında, Pirek şüşündə. Sonra da Texnikumu həmin zaten Vayni tərəfindən oxumuşam. Zaten Gürcistanın Misxetdə oxumuşam. Əjdər müəllim, gəlin söhbətimizə uşaqlıq illərindən başlayaq. Qaraçanta kəndində keçən uşaqlıq illərinizi necə xatırlayırsınız? Çox yaxşı xatırlayırıq. Yaşamışıq. Kətlərə qovlar. Uşaqlığına gözəl günlər getirmişik. Yaxşı yaşamışıq. Bəs məktəb illərinizdən hansı xatirələriniz yadınızda qalıb? Kolxoza da kömək edirdik. Gedirdik, işləyirdik. Uşaqlığı ilə dərk keçirirsə. Dərəl yoxdur, o dərədə də yox. Yaxşı yoldaşları olur. Həkimlik peşəsini seçməyinizdə nə baş verdi? Uşaqlıqda həkim olmaq istəyirdiniz, yoxsa bu qərar sonradan formalaşdı? Yox, həm sevirdim, həm də Vayni tərəfindən formalaşdı. Gəldim, sonra kətlərə qoydular. Rayon özünə qoydular. Bir il rayon özündə işlədim. Sonra kətlərə qoydular. Hatta Şurabat banisasında işlədim. Sonra Öksüzdə, sonra Yeni Yolda. Sonra Dəzbevdə. Qaraçanda da. Bəs həkimlik illərinizdə heç unutmadığınız
elə bir hadisə varmı ki, o hadisəni həkimlik illərində, həkimlik peşəsi sayəsində o sizin yadınızdan heç çıxmasın? Həkimlik peşəsində cəmaata qulluq eləmişəm. Deyək ki, o qədərlər güclü keçici xəstəliklər oldu. Qızlar xəstəliyi. Məsələn, yeni yolda mən gecə gündüz əlimdə dəyənək qapılara cəmcümləsi bir uşağı öldü, xəbərim olmadı. 300 neçə uşaq idi. 321 uşaq idi. 321 uşaqdan bircə uşaq oldu. Hamısını qorumuşam. Rayondan da Lenin adı qramatası veriblər. Bax, bunları almışam. Bəs neçə ildir ki, siz doğma torpaqlardan, Amasyadan, Qaraçantadan uzaq düşmüşsünüz? Neçə ildir çıxmışam. 88-dən düşmüşüm müəllim. Adına Bəs bu doğma yurt həsrəti nə deməkdir? Bu sizə hansı təsirləri göstərir? Doğma yurt, əlbəttə ki, valideynlərimizin orada rəhmətə gediblər. Qəbirstanlığımız qalıb. Bundan sonra səmtli soraqlı evlərimiz var idi. Rayona çox adam işləyirdi, gedib gəlirdi. Ondan sonra kətdən yaxşı qonşularımız var idi. Bəs Əjdər müəllim, bugünkü gənc həkimlərə, xüsusilə də Amasya və Qərbi Azərbaycan əsilli gənclərə hansı tövsiyələr vermək istəyərdiniz? Mən arzu elərdim, mən kimi işləsinlər, ad qazansınlar, hörmət eləsinlər xalqa, cəmaatımıza. Bəs sonda sizə bir xüsusi bir xahişimiz var. Qaraçanta kəndində Amasya rayonuna və doğma Ağbaba şörəyilə ürək sözlərinizi deyərdiniz. Ürək sözləriniz nədir sizin? Ürək sözlərim odur ki, həmin yerlər ana vətəndir. Ürəkdən sevirik. Əlbəttə, çox sevirik ki, sürü olsun, əmin amanlıq olsun, gediş-gəliş olsun. Bir-birinə mehriban olsunlar cəmaat. Vətənə də qaydaq. Torpaqlarımızı gedək ziyarət edək. Atam Qaraçantadandır, anam da yenə Qaraçantadandır. Anamın tayfasına Kosalar deyirlər, atamın tayfasına Xıdırlar deyirlər. Mən Xıdırov Almaz, indi familiyam da dəyişib. Aydınov Almaz gəncliyimdir. Atamın adı Aydınov Axverdidir. Anamın adı Xədicədir. Hacəmrah qızıdır. Özümüz böyük tayfədən olmuşuq. Ən sayılı seçilən tayfa bizi bir deyəndə deyirlər ki, Aydınovlar belədir. Mən Aydınovlarda qız olmuşam, Xıdırovlara gəlin gəlmişəm. Yaxşı, xoşbəxt həyat keçirmişəm. Qaynanama, qaynatama çox gözəl hörmət eləmişəm. Qaynatam deyərdi ki, almasımın ərzərimi baxdı. Əvvəlin mənim adımı deyirdi, sonra oğlunun adını deyirdi. Elə hörmətli, mühəbbət olmuşam. Qonşularımızla da ən yaxşı qonşu qaldılar ki, bu Ərdər doktor tək oğlan olub. Bunun xalası oğlanlar olub, dedisi oğlanlar olub. Hamısının böyüyü mən olmuşam. Mənim adım gələndə deyirlər ki, nağaraq balalarınızla qurban verəyəm. Elə xoş xəsiyyətli, xoş səmimi insan olmuşam. Hamıya xidmət eləmişəm. Eləncə də gəlmişəm bu Daşkəsən rayonunun Qurtlu qəsəbəsinə. Hamı da bizi gözəl tanıyır, hamımızın da yanında. Hamımız da bizim hörmətimizi çox yaxşı saxlayırlar. Onlar bizim, biz də onların. Can deyib, can eşidirik burada da. Ancaq arzu eləyərik ki, hər kəsə deyir, eləmə vətən yaxşıdır. Gəzməyə qərb ölkə, ölməyə vətən yaxşıdır. İndi düzdür, atam oradadır, anam da Bakıda Xırdalan qəbirstanlığında uyur. Əlbəttə istəyirik ki, gedək, ata-babalarımız elə oradadır, orada vətən oradır, vətən şirindir. Çox sağ olun, siz də gəlib bizdən intervyu aparırsınız. Allah köməyində dursun. Bəs, hörmətli Əjdər doktor, siz bir-birinizi sevib evlənmişsiniz, yoxsa... Sevib evlənmiş ya, bir-birinizi sevmişsiniz. Sevib evlənmiş.